insan həyatının əsasını təşkil edir. Gündəlik həyat şəraitinin, həyat tərzinin, iş fəaliyyətinin daha yaxşı, səmərəli olması üçün yuxu əsas amillərdən biridir. Bəzən insanlar düzgün yuxu rejiminə riayət eləmədikləri üçün onlarda müəyyən stresslər, problemlər yaranmağa başlayır. İnsan gün ərzində ən az 6 saat, ən çoxu isə 9 saat yuxu yatmalıdır. Bəzən olur ki, insan yerinə girir, amma yata bilmir. Yəni, demək olar 2-3 saat yatır, sonra isə oyaq qalır və belə insan gündəlik iş fəaliyyətində öz istədiyi nəticəni verə bilməz. Çünki yuxu olmadan insan öz həyat fəaliyyətinin nəticəsini görə bilməz. Onun üçün də lazımdır ki, gündəlik yuxu rejiminə düzgün riayət edəsən. Hansı vəziyyətlərdir ki, insanda yuxu problemləri yaradırlar? Bu vəziyyətlər düzgün olmayan həyat şəraitinin yaradılmasıdır, işıqdır, səs-küydür, istinin soyuğun olmasıdır. Onunla bərabər somatik xəstəliklərdir, insanda yaranan psixoloji problemlərdir. Bunlar hamısı insanda yuxu problemlərinə gətirib çıxarır, yuxusuzluğa gətirib çıxarır. Amma əsas yuxusuzluq, yaxud yuxu problemləri bircə yatmamaq deyil. Hətta ən çox yatmaq da yuxu pozğunluqlarına gətirib çıxarır. İnsan saat 12-dən, 11-dən yatmağa başlayır, amma gündüz saat 2-3-ə qədər yatır, o durmaq istəmir. Bu nə ilə əlaqədardır? Belə insanlarda depressiya halları güclü olur. Onlar cəmiyyət adaptasiya oluna bilmirlər. Onlarda müəyyən problemlər yaranmağa başlayır. Bu problemlərin əsasını isə ünsiyyət çətinlikləri, tənhalığa meyl əsas təşkil edir. Yuxu pozğunluqları içərisində ən çox yayılmışı yuxusuzluqdur. Yuxusuzluğu yaradan səbəblər nələrdir? Yuxusuzluq bir neçə amillərdən yarana bilər, bir neçə səbəblərdən yarana bilər. Bunlardan ən başlıcası somatik problemlərdir. Somatik problemlər insanın daxili orqanında yaranan xəstəliklərdir. Asma xəstəliyində, bronxitdə, müəyyən bir xəstəliklərdə insan yata bilmir və yuxusuzluqla qarşılaşır. İkinci amillər isə psixoloji amillərdir. İnsanlarda psixoloji problemlərin çoxluğu gətirir, hər hansı bir depressiya hallarına gətirib çıxarır. İnsan yata bilmir və bir də görürsünüz ki, axşam yatmaq istəyir, müəyyən problemlər o qədər beynində danışır ki, daxili nitq onda o qədər üstünlük təşkil edir ki, bir də baxır ki, 4-5 o biri heç yarım saatda yata bilməyibdir. Bu da onda problemlər yaradır və əsas amillərdən biri də insan axşam vaxtı fiziki əməklə məşğul olur. Axşam vaxtı fiziki əməklə məşğul olan insanlar gecə narahat yatırlar. Ona görə lazımdır ki, gündüzdə fiziki əməklə məşğul olasan, gecə isə onu azaltmaq lazımdır. Dərman qəbulları. Dərman qəbulları da bilirsiniz, bütün dərmanların üzərinə yazılır ki, yemək qəbulundan bir yarım saat, 1 saat sonra. Amma bizim bəzən insanlar gecə vaxtı yeyirlər, elə nəzərə alırlar ki, bu yeməkdən sonradır. Gecə 10-dan, 11-dən sonra qəbul olunan dərmanlar insanın yuxu rejiminə mənfi təsir göstərir və insan yata bilmir. Ona görə də lazımdır ki, heç olmaya qəbul elədiyiniz dərmanlar 8-dən sonra olmasın. 7-8 arası mütləq axşam dərmanlarını qəbul eləmək lazımdır ki, sonra o bədəndə həzm olunsun ki, insan müəyyən bir yuxuya gedə bilsin. Axşam vaxtı yeməyin qəbuludur, çayın, kofenin qəbuludur. Bunlar da insanda yuxusuzluqlar səbəb olan amillərdən biridir. Yuxu pozuntularını 3 qrupa bölmək olar. Bunlardan birinci tez oyanmadır. Yəni, insan tez oyanır, demək olar ki, yata bilmir. İkinci, orta yuxulamadır. Yəni, insan sərsəkil yatır. Hər hansı bir tıqqıltıdan insan oyana bilər. Digəri isə erkən yuxulamadır. Yəni, insan ümumiyyətlə yarı yuxulu, yarı oyanıq vəziyyətdə olur. Buna görə də insan yatarkən o hansı amillər var ki, insana təsir göstərir? Bilirsiniz ki, yuxu da fərdi psixoloji xüsusiyyətlərə təsir edir. Hər bir kəs özünə məxsus, öz xarakterinə, öz temperamentinə görə də olur. Yuxusuzluq sindromunun əksini yuxuculluq təşkil edir. Yəni, bayaq qeyd elədiyimiz kimi insan tez yatmağa başlayır və tez yatmağı ilə bərabər gec də oyanır. Bu, özü də müəyyən bir problemlərdən yaranır. Yuxusuzluğu yaradan səbəblər, dedik ki, əsas somatik səbəblərdir, bir də psixoloji səbəblərdir. Bunlara mütləq riayət eləmək lazımdır. Əgər insanda hər hansı bir daxili orqanlarda bir xəstəliklər varsa, bunu vaxtında müəyyən eləmək lazımdır ki, yuxusuzluq sonra insanlarda ən böyük xəstəliklərə gətirib çıxarır. Bir də psixoloji problemlərlə əlaqədar olanların da mütləq həkimlər, psixoloqla müraciət edib onları ortadan
qaldırmaq lazımdır. Amma bir də görürsünüz ki, yuxusuzluq heç də ya psixoloji, ya somatik səbəblərdən deyil, adi bir, sadə bir səbəblərdən yaranmağa başlayır. Yuxusuzluq problemini aradan qaldırmaq üçün sadə vəziyyətlər var, onlara riayət etmək lazımdır. Birinci deyirik ki, yatmaq və durmaq vaxtlarını rejimə salmaq. İnsan eyni vaxtda və yaxud eyni vaxtda duranda, rejimlə riayət eləyəndə yuxusuzluq problemini aradan qaldıra bilir. Digər səbəblər gündəlik həyat tərzində olan vərdişləri, misal üçün yeməklərin qəbuludur, işlərin axşam iş görmələrdir. Bunlar da sistemə salanda o yuxusuzluq problemini aradan qaldıra bilir. Və ən başlıca səbəblərdən biri də, misal üçün nəfəs vermə, nəfəs alma, bunlara da düzgün riayət etmək lazımdır ki, onda insanda rahatçılıq yarana bilir, əzəllər boşalır və insan rahat yata bilir. Bir şey qeyd etmək lazımdır ki, bayaq dedik, yuxu insan həyatının əsasını təşkil edir. Əgər normal, gündəlik biz həyat şəraitimizi rahatlaşdırmaq üçün, iş fəaliyyətimizin daha səmərəli nəticə verməsi üçün yuxuya diqqət etmək lazımdır. Çünki yuxu insan həyatının əsasını təşkil edir.